Salam əziz müəllimlər, salam dəyərli izləyicilər. Bugün sizə kitab haqqında məlumat vermək istəyirəm. Ümumi hər kəsə belə bir video çəkmək istədim ki, bütün suallarınızı cavablandırım. Şəxsiyyət çox yazırsınız. Mən çatdırıb hər kəsə cavab verə bilmirəm bu arada. Üzrlü sayın. Tədricən hər kəsə geri dönüş ediləcək. Bu dəqiqə kitab hazır olmadığına görə belə deyək, kitab hazırlanma mərhələsində olduğuna görə vaxtım demək olar ki, yoxdur. Kitabımız haqqında ümumi məlumat verəsi olsam, kitabımız belə deyək, 2026-cı ili tam şəkildə əhatə eləyəcək. Bu ilin sonuna kimi təqdim edəcəm. 2026-ya çox gözəl bir kitabla, yeniliklə giririk. Bütün mövzular, ümumiyyətlə mənim PDF-lərimi görənlər bilirlər ki, artıq kitab nə formada olacaq. Kitabımız açar sözlərlə bütün mövzuların geniş və lazımi qədər, kifayət qədər izahını əhatə eləyir. Yəni bu kitabda öyrənə bilməyəcəyiniz hansısa məlumat, öyrənə bilməyəcəyiniz bir belə deyək əskiklik olmayacaq, qətiyyən ola bilməz. Ümumiyyətlə kurikulumda, məktəbə qədər kurikulumda belə kitab ümumiyyətlə nə indiyə kimi olmayıb, heç bundan sonra da olmayacaq. Sizə bu qədərini deyə bilərəm. Kitabımızda bütün mövzular, çərçivə mövzuları, hətta çərçivə mövzularından kənar mövzuları belə salmışam. Hansı ki, mən bilirəm ki, 100% sertifikasiyada növbəti MİQ imtahanında biz o mövzularla qarşı-qarşıya qalacağıq. O mövzuları da gətirmişəm. Onların da geniş izahını vermişəm açar sözlərlə. Hansı ki, açar sözlərlə elə izahdır ki, siz orada belə deyək kitabda, oxuyanda açar sözlər hesabına mövzunu tam mənimsəyəcəksiniz. Məsələn, deyək ki, inteqrasiya deyəndə, şaquli deyəndə nə nəzərdə tutulur, üfüqi deyəndə nə nəzərdə tutulur, nöqtəvi daxil olma nədir, hissəvi daxil olma nədir? Tək belə deyək də açar sözlərlə rahat formada öyrənəcəyiniz bir kitab olacaq. Ümumilikdə isə deyim ki, kitabın qiymətini maraqlanırsınız. Onu deyim ki, kitabın qiyməti hələ ki tam dəqiqləşməyib. Kitab tam hazır olanda artıq həmin müddətdə mən qiyməti hər kəslə paylaşacağam. Kitab istəyənlər, kontaktımda olmayan müəllimlər adınızı, soyadınızı yazaraq mənə göndərə bilərsiniz. Sadəcə olaraq artıq biləcəm ki, sizi yaddaşa vurmalıyam. Kontakta vurum sizi və kitab haqqında yenilikləri statusda paylaşacağam, görərsiniz. Daha sonra ümumiyyətlə kitabın gedişatı haqqında sizə danışım. Kitabımızda birinci mövzu, ikinci həmin mövzunun testi, daha sonra yenə bir mövzu, test, bu formada, bu tip irəliləyəcəyik. Sonda isə müsahibə materialları, müsahibə sualları və müsahibə suallarının izahlarını verəcəm. Lakanik verə biləcəyiniz ən kreativ cavabları qeyd eləyirəm. İpucuları qeyd eləyirəm. Müsahibədə nə etmək olar, nə etmək olmaz ki, belə deyək, yaxşı nəticə əldə eləyəsiniz, məqbul nəticə əldə eləyəsiniz. Bunun hər birini də qaydalar toplusunda yazıram kitabda. Yenə də deyirəm, kitabımız məktəbə qədər kurikulumda görüb görülməyəcək bir kitab olacaq. Yəni əldə etməyə tələsin artıq və onda deyim ki, kitabımız limitli sayda gələcək. Yəni qətiyyən sonra məndən inciməyin, ümumiyyətlə mənə deməyin ki, mənə kitab çatmadı. Yəni belə deyək, sorumlusu mən deyiləm artıq burada. Çünki əvvəldən mənə qeyd etmək lazımdır. Artıq müəllimlərimiz qeydiyyata düşüblər ki, kimə kitab gedəcək kitab çıxanda. Bizim dərslərimizi görən müəllimlər, bilən müəllimlər onsuz da artıq bilirlər ki, kitabımız necə olacaq. Ona görə də artıq indidən yerlərini saxlayırlar. Və kitab istəyən, yəni mənə əvvəldən deməlidir. Sonra deməyin ki, mənə kitab çatmadı. Çünki artıq kitab çapa veriləndə limitli sayda veriləcək. Limitli sayda olacaq, gələn kimi də bitəcək. Artıq mən keçən dəfə paylaşmışdım. Saniyələr içində hər kəs sadəcə bir paylaşımımla saniyələr içində bütün müəllimlər yazdı ki, yəni bizə kitab qeydiyyata alın məni və mən qeydiyyata almışam. Qeydiyyata alınmayanlar, qeydiyyata düşməyənlər kitab götürə bilməyəcəklər təəssüf ki. Metrolara çatdırılmada çalışacağam özüm iştirak eləyim. O zaman görüşərik. Rayonlara isə poçtla göndəriş olunacaq inşallah və həmin müddət ərzində göndərişlərinizi edəcəm. Başqa suallarınız olsa şəxsiyə yaza bilərsiniz. Tədricən vaxt etdikcə cavab verəcəm. Ümumi bugün kitab haqqında danışmaq istədim.
Dərslərimiz haqqında da maraqlanırsınız. Buradan dərslərimizdən də danışım. Kitabın yazılması ilə bağlı dekabr qrupu olmayacaq. Dekabr qrupu üçün yazılan müəllimlər yanvar ayına saxlanılır. Yanvar qruplarına əlavə olunacaqsınız hər biriniz tək-tək. Yanvar qruplarında inşallah belə deyək də, artıq kitabımızın gedişatı ilə dərslərimizi keçəcəyik. Və təbii ki, dərslərimizdə onsuz da iştirak edən müəllimlərimiz bilir keyfiyyəti nə dərəcədədir. Bütün hər şey tək-tək izah olunur. Açar sözlərlə, açar məqamlarla öyrənirsiniz. Elə bir məlumat ola bilməz ki, onu öyrənməyəsiniz. Təbii ki, bu ümumiyyətlə kitabımız üçün də keçərlidir. Kitabımızda da belə olacaq və əldə etməyəcəyiniz hansısa material qala bilməz. Məqsəd vəzifədən tutmuş, didaktik prinsiplərimizdən tutmuş, ta bizim Daniel Goleman'a qədər bütün belə deyək vəsaitlərimiz orada öz əksini tapacaq. Dediyim kimi, daha sonra isə ümumiyyətlə müsahibə materialları dediyim kimi öz əksini tapır və əlimdən gələn qədər çalışacağam ki, müsahibədə uğur qazanmaq üçün hansı metodika mövzusunu öyrənməlisiniz, daha gözəl öyrənməlisiniz. Onların da sonda qeydiyyatını aparacağam. Belə, müəllimlər, başqa sualı olan mənə mütləq yaza bilər. Hələlik sağ olun, inşallah təqdimatda görüşərik.